Hər vaxtınız xeyirli olsun dəyərli dostlar. Belə bir 3 otaqlı həyət evini çəkib təqdim edirəm. Həyət evinin sahəyə fikir verin. Geniş həyət evinin sahəsi var. Dəyərli izləyicilər, trap döşənilib, qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiya fəaliyyət göstərdiyi bir ərazidir. Evin sənədi kupça çıxarış tam mülkiyyətli paket sənəddir. Yəni evin və torpağın kupçası var. Yerdən kürsüldür dəyərli izləyicilər. Geniş həyət yanı sahəyə malikdir. Buradan zirzəmisinə keçid qoyulub, pompa aparatının yeri burada quraşdırılacaq. Yeri buradadır daha doğrusu. Masazırda yerləşir 6 nömrəli məktəbin yaxınlığı metroya gedən 569 nömrəli marşrut yolunun 150-200 metrliyində də ətraf tamamilə yaşayışlı evlərdən ibarətdir. Ev 3 otaqdan ibarətdir. Dəhliz sistemi, mətbəx, sanuzel, yəni qısacası təqdimatda qranit gördüyünüz yerlərin hər biri istipoldur. Girişdə solda yerləşir evin zal hissəsi. Printslərin işlənməsi qalıb, hörmətli izləyicilər. Son tamamlanma işləri gedir. Burada 3 ədəd ev idi, biri artıq satılıb, ikisi durur. Hər iki ev ayrı-ayrı proyektdədir. Burada belə bir yataq otağı. Ümumi 3 otaqdan ibarətdir, 2 yataq otağı, zal və mətbəx o cümlədən sanuzeldir. Bura növbəti yataq otağı. 75.000 manata. Deməli, bu həyət yanı sahə ilə birlikdə 3 otaqlı ev tapmaq çox çətin məsələdir, həqiqətən də. Burada mətbəx sahəsi, deməli, kollektor sistemi mətbəxdə yığılıb. Bura isə sanuzel. Tikinti barədə məlumat verim. 40 fundament, karkas beton, cüt kubik mərtəbənin yekunda beton kəmər atılıb. Bu hissədən dama çıxış qoyulub, bu isə kondisionerin, ümumi kondisionerin yeridir. Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz, real alıcılara endirim olunacaq. Sağ olun, həll edin.